Aha. İndi ikinci tapşırığa keçir uşaqlar. Deyir ki, ikincidə deyir, A-nın hansı qiymətində x kvadratı plus 6x plus A bərabərdir 0 tənliyin 2 bərabər kökü var. Biz deyirik ki, bu necə tənlikdir uşaqlar? Bu tənliyin adı nədir? Kvadrat tənlik. Kvadrat tənliyin nə vaxt 2 bərabər kökü olurdu? Bəli, diskriminant 0-a bərabər olanda, bəli. Yəni, diskriminantın tapılma qaydası B kvadratı minus 4AC idi. Yəni, B kvadratı minus 4AC 0-a bərabər olarsa, biz deyəcək ki, bu tənliyin 2 bərabər kökü var. Anladınız necə olacaq? Bu tənliyin 2 bərabər kökü var. İndi diskriminantı 0-a bərabər eləyək. Diskriminant dedik ki, B kvadratı minus 4AC-dir. X kvadratı minus 6x üstəgəl, daha plus 6x üstəgəl A bərabərdir 0 tənliyində. Biz deyirik ki, bunun düsturu belədir də, AX kvadratı üstəgəl, BX üstəgəl, C-li struktur budur da, düzdür uşaqlar? Struktur budur. Burada deməli, A-ında nədir uşaqlar? A-ya nə uyğun gəlir? 1. X kvadratın əmsalı A1-dir. B-yə nə uyğun gəlir? 6. C-yə nə uyğun gəlir? Sərbəst həddi A. Və düsturu qoyaq yerində tapaq. B kvadratı minus 4AC, yəni 6-nın kvadratı minus 4 vurulsun, 1 vurulsun A. Dedik, əgər bu aldığımız cavabı 36 minus 4A-nı 0-a bərabər etsək, bu halda tənliyin bir kökü olar. Yəni, 36 bərabərdir 4A, A bərabərdir 36-nı böldüm 4-ə, cavab elədir 9. Deməli, A-nın hansı qiymətində uşaqlar? A-nın 9 qiymətində.